Allah Hazreti Adəmə bir qudrəti verdi. Hazreti Adəm ayine-i sulbində öz evladına tamaşa elədi. Vaqti tamaşa elədi, rəən nura satiən min sulbi. Gördü nurları onun sulbində işıq vereylər, təlalu vereylər. İmam buyuruyor, iz kâne qad nuqlə əşbâhına min zurvetil ərş ilâ zəhrihi. Çün Allah bizim əşbahlarımızı oz ərşidən intiqal vermişti poşt Adəmə. Liza Adəm nur gördü, amma o əşbahları tanımadı. Diqqət edin. Fəqalə ya Rabbi ma hazihil envar. Bəd sual elədi, Xudaya bu nurları mənə tanıtdır cinən. Bunlar kimdilər? Mərifət. Adəm həm istəyir Əhl-i Beyt əleyhissalami ki sirr aləmi xilqətdir tanıya, ta onların vücudindən istifadə ediyə برای رسیدن به məqsəd. Və əgər Adəm oldu, özün məqsədə çatırdı, Nəbiyyullah oldu, Əhl-i Beyt əleyhissalamın vücudindən istifadə elədi. Əvvəl mərifət tapdı, bildi məqam nədir, bəd vaxtı ki zərurət iqtiza elədi, yapışdı Əhl-i Beyt əleyhissalamın vücudindən, özün çəkdi ərş-i Xudaya. Fəqalə, Xudavənd buyurdu, ənvar əşbahın nəqaltuhum bəqa'a ərşi ilə zəhrikə. Adəm, bu nurlar o əşbahların, o şəbəhlərin nurudur ki ərşimdeydilər. Ərşidən onları çəkdim, intiqal verdim sənin belüvə və liza əməltul mələikətə bis sucudilək. Vəqti ki o əşbahilər gəldi sənin vücuduna, məndən əmr gəldi mələikiyə, ya əyyətəhəl mələikə uscudu li Adəm. Ey mələikələr, Adəmin qabağında səzdiyə gedin. Adəm fikr eləməginəm, sən bezatə bu məqam və əzəmət varındı ki, mələikələr sənin qabağında səzdiyə getdi və mən iblisə çub rəd vurdım və ərşimdən əndirdim yerə, qapımdan qoydum, çün sənin qabağında təzim eləmədi. Kun təbbiən tilkəl əşbah. Adəm, sən bir kasıya bənzəysən ki o kasabın ərzişi içində cəm olan və muhtəvat nədir? Sənin mühtəvan idi ki səbəb oldu mələiklər sənin qabağında səzdiyə gedələr. O vücud Əhl-i Beyt əleyhissalam idi sənin vücudunda. Sən zərf edin. Adəm soyeki Kəbə və məscud Ali بود. O ki Adəmin qabağında səzdiyə getdilər, Adəm bir mənzələ-i Kəbə idi. O ki onun qabağında səzdiyə getmişdilər, Əhl-i Beyt əleyhissalam idi. Az cümlə Ali ibn Əbi Talib əleyhissalam.